Biz reklamlardan sonra davam edirik müəllimlərim. Bütün yeni qoşulan tamaşaçıları salamlayıram. Lider TV'də sizin səhət verilişinə baxırsınız və ikinci saatımızın qonağı Təbriz Mehir Klinikasının baş həkimi, fizioterapevt Doktor Seyid Muhammed Moynifərdir. Xoş gəlmişsiniz doktor. Salam, təşəkkür edirəm. Mən də salam deyirəm bütün əziz, hörmətli eşidən və görənlərimizə. Təşəkkür edirik, çox sağ olun. Əgər bizim həkimimizə, fizioterapevtimizə sualınız olacaqsa, buyurun canlı efirə zəng edin. Telefon nömrəmiz 510-38-04. Doktor, fibromiyalgiya bu nə xəstəliyidir? Bunun müalicəsi varmı? Necə aparılır? Fibromiyalgiya bir dənə bir xəstəlikdir ki, demək olar 1%-dən ta 4%-dən cəmiyyəti tutubdur. Yəni əgər Bakıda 4 milyon cəmiyyət olsa, 16 min nəfərə yaxın ola bilər bu xəstəlikdən varlarıdır və narahatdırlar. Bu bir xəstəlikdir ki, ümumən diaqnozu biraz çətindir və bütün başqa xəstəliklərin yanında olur. Artrozların yanında, artrit reumatoiddən, spondilit, ankilozan yanında. Ona görə ümumən diaqnozlar görürsünüz gedir onlara tərəf və bu diaqnoz qoyulmur. Xəstə bu həkimdən o həkimə ağrılarla və narahatçılıqla şimdi deyəcəm gedir və diaqnozu çətin olur və bu xəstəlikdə əzələlərdə demək olar bir narahatçılıq var. Bu bir fibromiyalgiya bir ağrıdır ki, yayılıbdır bədənin hər yerində, kroniki bir halı vardır və bəzi nöqtələr də var ki, əli vuranda xəstəyə görürsünüz qışqırır və narahatçılığı var və bu narahatçılıqla olur. Bu liqamenlərdə, tendonlarda və əzələlərdə ağrılar var və bundan görsənir. Ümumən bunlarda yuxusuzluq və daimi xəstəlik də çox görsənər bunlarda. Bu iltihab deyil, deyək ki, əzələdə ya oynaqlarda bir iltihabdır, artrit deyil. Vəli o xəstəliklərlə bir yerdə görsənə bilər. 30-dan 50 yaşacan xanımlarda çox görsənər, yəni 30 yaşla 50 arasında və dediyim şəkildə 4%-ə yaxın bu vardır. Qur deşənəyi xəstəliyindən görsənər, artrozla görsənər, artrit reumatoidlə görsənə bilər, vəli o deyil. Bu başqa bir problemdir ki, indi deyəcəm. Amma simptomlar yəni oxşardır, hə? Simptomlar bu cür deyim də yox. Ağrılar ki var, bu fikirli ki, mənim hər yerim ağrır da, ona görə fikirli artrozum var, artrit reumatoid var. Bunun simptomları qabaq illətin deyək nədəndir. Buyurun. Baxın, bunun illəti genetikdir və bu genetikin əsasında üstündə bir dənə stres gəlir qabağa. Yəni bunda istedad var bu xəstəliyi tutmağa, amma gəlir bir dənə stres keçirdir. Bir dənə ailədə problem olur, bir maşın qəzası olur, bir dənə qızdırması olur, bir xəstəlik tutur. Yəni stres birbaşa səbəb olur bu xəstəliyə. Stres bunu aşkara çıxarır. Və yaxud da genetik faktoru ola bilər. Yox, genetik faktoru var. Yəni bu adamlarda istedad var. Yəni buna rahatçılıqla bunu tuta bilərlər. Amma görsənmir, tabi dənə stres olur. Bir dənə bir problem gəlir ailədə, eşikdə, iş yerində, hər yerdə. Bir stres keçirdəndən sonra bu özün başlayır görsətməyə. Aydındır. Yəni bu stres amilinə həttəmən bu xəstəliyin, elə soruşanda xəstələrdən ki, nəcür oldu bu başlandı? Deyik ki, bir evdə bir stresim oldu, ondan sonra başlandı. Və bu stresdən sonra bu xəstələrdə görürük ki, səs-küyə çox narahatlar, uca səslərə reaksiya göstərirlər, işığa. Çox yerdə işıq olanda ona reaksiya. Bəzi iylərə reaksiya göstərirlər, bəzi dərmanlara reaksiyaları var. Bəzi isti-soyuqluğa tez reaksiya göstərirlər. Elə bir çıxılı hava yanbəyən oldu, bu deyir ki, mənim yerim başladı ağrıma və bəzi kimyai maddələrə də bunların şeyləri vardı, göstərir. Amma səbəblərində biz bunları bərrəs eləyəndə görürük ki, bu ilikdə bunun bəzi maddələr var ki, bu maddələr çoxalır. Substans P adında bir maddə var. Bu onurğada 3 qat çoxalır məmuli insanlar. Ona görə bunlar həssaslaşırlar. Ağrını çoxtər o bilsilərdən bilirlər. Doktor, çox üzr istəyirəm. Tamaşaçımız yəni ki, sual vermək istəyir sizi. Gəlin onu eşidək, sonra davam edərik. Sabahınız xeyir olsun, eşidirik sizi. Buyurun, sualınızı verin, zəhmət olmasa. Alo. Alo. Alo, bəli. Salam xanım. Buyurun, həkimə sualınızı verə bilərsiniz, eşidirik sizi. Alo. Bəli, mənim uşağım 5 yaşı var. Bəli. Serebral paralizidir. Bu həkim məsələn uşağı müalicə edərmi? Serebral paraliz. Mən əlbəttə üçün bizim mövzuya dəxli yoxdur, amma deyə bilərəm ki,
Bizim klinikada Təbriz Mehridə, Təbrizin yüksək ixtisaslı Doktor Məhəmməd Bərzigər adında uşaq nevropatoloqu gəlir kafedranın, universitetinin işçilərindən ki, burada təşrifləri olur və müalicəyə edirlər və onun kənarında fizioterapiyada Profesor Kərimi ki, dünyada tanınmış fizioterapistdirlər və uşaq fizioterapisi, CP uşaqlarının fizioterapiyasına məşğuldur və həmçinin mən özümdə onların kənarında bunların fizioterapisinə məşğulluq və təşrif buyurub gətirsələr, inşallah xidmətlərində var. Klinikaya gələ bilərsiniz xanım. Hal-hazırda ekranda gördüyünüz telefon nömrələrə zəng edin və həkimin qəbuluna yazılın. Doktor, davam edeyim və sonra zəhmət olmasa bir də təkrar edərsəz, hansı həkimlər məhz bu həftə klinikanızın qonaqları olacaq? Deyəcəm, əvvəl dedim bu fibromiyalgiyada səbəblərdən biri o substans PIB maddəsinin ilikdə, o mayeyində çoxalır və bu çoxalandan sonra həssaslaşır xəstə və görür ki, o cəmaatdan çox tər həssasdır ağrıya, ağrını tez bilir. İkincisi serotonindir. Serotonin bir şeydir ki, ağrını kontrol edir. Beyində bu serotonin azalır. Bunun azalmağı bahis olur ki, bu teztər ağrıları bilsin və narahatçılığı çoxtər olsun. Ondan o tərəfə depression var bu xəstələrdə. Çoxlu görürük ki, bunların atifələrində, yəni xulqularında narahatçılıq var, depressiya var və roşd hormonu deyərik, yəni bu inkişaf hormonu bunlarda azalır və bunun kənarında bunlarda bir hormonlar vardı adrenalda, böyrək üstü vəzidə ki, bu stresi kontrol edir. Bu da azalır. Bunlar hər zadda stresə düşürlər. Hər bir şeylə istəyir. Tez köyrəlirlər, tez narahatçılıqları olur. Hey fikrlər qalır. Bu da ələ xüsus üçün xanımlarda da 30-dan 50 yaşacan. Ay uşaq getdi hara, indi gedər, indi maşın vurar, indi belə olar, indi öyle olar. Yəni elə bir şeylər ki, adi cəmaat çox rahat keçər. Bunlar çox stresləri olur və bu əsli illətlərindəndir bunun. Simptomlarından istəyək biz bəhs eləyək bunun simptomlarından. Bu simptomlarda əvvələn bu xəstələrdə bədənin hər yerində ağrı var. Bununla danışanda deyir bədənimin hər yeri ağrıdır. Ondan sonra bəzi nöqtələr var ki, həssasdır. Əl vuranda o nöqtələrdən bətər əsən qışqırır. Mən çox xəstələr görürəm, əl vuranda qışqırır. Bu ağrılar mübhəm bir ağrılardır. Bəzən görürsən ki, deyir ki, elə bir ki, zərəban vurur, bir şey vurur orada. Cizilti var, parastezi var, yanma var, yanıq ağrılarına ağrılar var. Bəzən əldə və əyaqlarda kəhəlmə, öyüşmə və kəhəlmə və əli tutmur, bunlar da deyə bilər ki, vardır. Ümumən bunlarda xəstəlik var. Yəni, ümumi xəstəliklər var. Səhər yuxudan durur, elə bir yatmayıb. Yuxusuzluqlar var. Yatır ha, aman deyir, qulağım hər zadı eşidir. Doktor, yatmışam, aman elə bir səslə dururam ayağa. Niyə bu cür olur? Bunlar dərin yuxuya gedənmirlər. 3-cü, 4-cü faza gedənmirlər. Yuxu yatır, yuxu görür ya da ki, elə yatmaq halında... O da fibromiyalgiyadır. Yox, bunlar əlamətləridir, fibromiyalgiyanın əlamətləridir. Baxın, fibromiyalgiyada əsas problemlərdən biri yuxusuzluq və onun dalısıca yorğunçuluq ki, bunlar ağrıları təşdid edir. O adam ki, yaxçı yatamır, gecə 2-də yatır, biraz da baxır ki, nə olar ona buna, ya internetdə məşğul olur, səhər məcburdur tezdən dursun və ya yatır, yaxçı yatır, amma səhər durur, deyir ki, mən elə bir ki, heç yatmamışam və yorğunçuluq hiss edir. Bu yorğunçuluq gətirir, getdikcə bunun o beyninin tənzimlərini vurur bir-birinə, o maddələr ki, dedim, çoxalır, azalır və bu getdikcə həm depressiya düşür, həm yorğunçuluq hiss edir və ağrıları da bunun çoxalır. Bu adamlarda biz bunlardan əlavə baş ağrısı görürük. Bətər baş ağrıları olar bunların, migren baş ağrılarına ta və ya deyək ki, başım yığışır elə bir dövrdə, bu baş yığışır, tenşeni baş ağrı deyirik. Bunlarda yaddaş da zəifləyir, təmərküz də zəifləyir, yəni concentration eləyəmlər bir şeyin üstündə biraz oturub fikirləşirlər. Həm o yayılıbdır, həm də ki, yaddaş, hansı yaddaş zəifləyir? Köhnə yaddaş yox, qədimlərdən nə desəz yadındadır. Amma təzə nə baş verirsə hamısı yaddan çıxır. Bəli, bu da bir problemdir. Onun kənarında bunlardan sorursan, görürsən ki, oturub bir kinoya baxanda ani dəqiqədə onu ağlamağa gəlir. Bir sadə kinoya baxmaq. Həddən artıq sentimental olur. Bəli, həddən artıq tez şey olar. Gün ərzində ağlamaqları vardı, deyir götür var. Hisslənmək çoxdur bunlarda. Otduğu yerlərində elə hər zada hisslənsinlər, hər zada əsəblənsinlər. Bu da çoxdur bilələrində. Bunlarda bağırsaqlarında da ola bilər problem olsun. Köpləri çox olur. Bu əlamətləri müxtəlif mümkün birində olan, mümkün olmuyor və ümumən vardır. Və qəbizlik olur bilələrində, qahən ishalları da olur və qəbizlik çox olur. Onun kənarında gözlərində quruma var bunların. Ağız gözləri danışanda deyir ki, dil dodağım qurur doktor. Dil dodaqda qurumaq var, çəkiləri mümkündür azala.
dedim səsə çox həssasdırlar, işığa həssasdırlar. Gecələr deyir ki, gecə doktor, səhər duyuram, cumculaq sulam tərləyirəm. Çox tərləməm olur gecələr əsasən. Adətən alerji əlamətləri olar. Burun tutulur, səsim əvəz olur. Bir soğuq dəyməm yox, bir şeyim yox, amma bu əlamətləri görürəm. Və bunun kənarında dedim, bu xəstələrdə bir cizilti var həmişə. Deyir ki, ayaqlarımda doktor hiss edirəm ki, elə bir qarışqa yerir. Qollarımda elə bir qarışqa yerir. Bu əlaməti çox hiss edirlər və gecə görürsünüz ki, ayağı kehəlibdir, yatıb, gecə kehəllikdən, parasteziden yuxudan durub. Bircə qılı qol ayaqlarının dəbərdir, görürsünüz ki, ayağı bunun rahatlaşdı və durub bircə qılı yeridir, rahatlaşır. Ondan sonra bunlarda sidiklərində də sistit də ola bilər və sidiyə getməklər təkrar ola bilər. Yəni bir gün gedə, bircə qılı gedə, sonra cinə də gedə və dedim ki, ayaqlarında da o hərəkətlər var. Bunlar hamısı əlamətlərdirlər ki, bu fibromiyalgiyada görsənir və bunları gərək tam dəqiq həkim müayinə eləyə. Çünki diagnostika, bu cür deyək ki, siz gedəsiniz bir daha rengen eləyəsiniz, rengende diagnostika görəsiniz. Bu cür bir şey yoxdur. Əsasən bunun diagnostikası buradandır ki, biz deyirik ki, neçə aydır, sən bu 3 aydan çoxdur əgər və bu əlamətlər kənarında var, bu əlamətlər o 3 aydan çox onlarla bir yerdə olsa, biz gəlirik bir 18 nöqtə var bunun bədənində. Bu 18 nöqtənin əgər 11-də bu ağrı olsa, biz fibromiyalgiyanı qəti deyirik ki, bu fibromiyalgiya diaqnoz vardır. Bu, əlbəttə bu xəstəliyi biz gəlib başqa xəstəliklərdən ayıraq. Bəzən zob xəstəliyi, bunların çoxunda zob var. Yəni zob az işləyir, tiroid az işləyir və bunları analiz edəndə burada çıxardır. Ürək döyünmə bunların çoxunda vardır. Və bunun kənarında dedim, bu xəstəlik ola bilər ki, başqa xəstəliklərlə bir yerdə ola bilər. Həkim gərək bunu çox dəqiq diaqnoz qoyur. Dedim, o keçən səfərdə söhbət edirdim, həkimin əsas işi müayinədir. Düz müayinə və düz qulaq asmaq xəstəyə. Bəzən xəstə gəlir, çox sözlər danışır. 70-ci ildə belə oldu, 80-də. Bunlarla işimiz yox. Amma xəstəni yavaş-yavaş köməklik eləyəsən, ürəyinin sözündə deyə biraz boşala, amma çox vaxt tutmaya. Amma gələ, çünki bəzi xəstələr istəyir hər zatdan söhbət eləyər, bu vaxt yoxdur. Gətirəsən, yetirəsən o əsas yerə və oradan qəşəng qulaq asasan və bunun problemlərin dəqiq bir yoxlasan. Müayinə eləmək hünərdir. Əgər bu müayinə düz ola, diaqnoz olacaq, düz olacaq. Diaqnoz düz olandan sonra təbii ki, müalicəsi də düz gedəcək. Bu nələrlə ola bilər səhvi düşsün? Dedim, zobun az işləməklə, polimialgiya, romatika ilə, çünki bunda bir dənə də problemlərdən budur ki, danışıranda deyirsən ki, bu oynaqlarda görürsünüz ki, ağrı vardır. Ağzını açıb yumanda da bunda da ağrı var və bu polimialgiya romatika ilə də eləyə bilər ki, səhv düşsün. Hepatit C-də də ola bilər ki, bəzi əlamət olsun, bu əlamətlərlə bir-birindən tutsun. Ondan sonra bunda bəzi dərmanlar, o yağları trigliserid, kolesterol aşağıya gətirən dərmanlar bu əlamətləri də verə bilər. Ondan sonra Lyme xəstəliyində bəzi bədxasiyyəli xəstələrdə, ondan sonra bəzi virusi, paravirusi xəstəliklərdə də bu görsənər. Ancaq istəyəm bu deyəm ki, bu xəstəlik çoxlu xəstəliklərlə müşabihdir. Ona görə bunun düz tapmağı və düz diaqnoz qoymağı çox mühümdür və dedim, əgər Bakıda 4 milyon cəmiyyət ola, 10 ilə 16 min nəfər arasında bu xəstəlikdən var, amma çoxu bilmir, başqa müalicələrə gedir və düz müalicə, biz bunu söhbət elədik və ondan sonra o qədər xəstə gəldi və bir həftə, 10 gün ərzində həqiqətən bunlar belə bir yüksək dəyişiklik hiss edir. Bu əldən o əl olur da, çox gəlir. Doktor, əsən hər zat dəyişildi. Çünki bilirsiniz, bunlarda depressiyada ki olur, bunlarda o hisslənmək, ağlanmaq. Mən bunlarda əsasən deyərəm ki, yuxunu düzəldin. Mən yenə də burada hörmətli eşidən və görənlərə deyirəm ki, yuxu çox mühümdür. Heç zat gecənin yuxusunu yerin verməz. Gecə oturub kinolara baxıb filan, demirəm baxmıyorsa, bazı internetdə hər yerdə izləyir, reklamlarını da vurasınız, 3 saatlıq kino olar, 1 saatlıq, oturub baxa bilərsiniz. Amma siz yuxuzu ki əldən verirsiniz, beyin pozulur, bunun nerv pozulur, bunun dalısında müxtəlif problemlər gələcək. 8-9 saat mütləq yatmaq lazımdır. Yatmaq lazımdır və yaxşı yatmaq lazımdır. Yəni dərin yatmaq və gecə yuxusu çox mühümdür və bunu günüz nə qədər yatasın, onun yerin verməyəcək. Amma bəzi insanlar fikirləşirlər ki, doktor, gecə mən az yatsam da günorta xeyli yatacam
alacağam və bərpa edəcəm. Halbuki təbii ki o gücü demək gecə yuxunun yerini heç vaxt biyolojik saat var da, o getməyib. Amma bəzi insanlar, siz sadaladınız demək simptomu, doğrudan da bir çox insanlar bundan əziyyət çəkir. Deyirlər ki, mən yatıram, misal üçün vaxtında uzanıram, gecə 12-də, 8-də, 7-də oyanmalıyam, misal üçün. Amma səhər durarkən söyləyirlər ki, sanki elə bil mən heç gecəni yatmamışam. Hətta Lori dilində həmişə aramızda, işçilərimizdə də indi elə qulaq asanlar bilirlər ki, kimlərdən mən danışıram. Oturub bir söhbət eləyəndə deyirik ki, elə bil bizi o qədər döyüblər, bütün bədənimiz ağrıyır və elə bil bütün gecənə yatmamışıq. Və sudurqalar gecələr və yaxud səhərlər olanda bəzi insanlar fikirləşirlər ki, bu revmatizmdir. Amma heç kimin ağlına da gələ bilməz ki, bu fibromiyalgiyanın simptomları ola bilər. Gecə sidiyə gedirlər, düzdürmü? Bu da demə fibromiyalgiyanın səbəbi ola bilər. Dedim, bunlar bir-birinin kənarında bir-birini təkmillədir. Biz o xəstə ki, gəlir bir əslində dərman yollarını. İndi gəldik, yetişdik bir yer kimi müalicəsi var mı bunun? Bəli, çox rahat belə, çox, yəni diaqnoz qoyulandan sonra çox belə gözəl. Əvvələn, birinci budur ki, bu xəstəlik nə öldürər, nə o mənada bir dəfəlik sahalar o cür deyil. Amma rahatlaşa bilər adam şeydir. Birinci budur ki, örgəşə ki, xəstə bu ağrılarla nə cür yola gələcək, nə cür gələcək. Örgəşmək budur ki, vaxtında yata. Örgəşmək budur ki, stresin kontrol eləmağın örgəşə. Biz böyük bir söhbətlərdən ki, çünki mən psixoloji dərslərdə Təbriz Universitetində keçirərdim bəzi tələbələrə, bəzi konferanslarda. Əsas sözlərdən budur ki, biz stresimizi kontrol edək. Eləyə bilək özümüzə mən xəstələrimiz ki, gələr. Çünki bir çox xəstəliklərə stres səbəb olur. 100%. Bu, mən xəstələr ki, gələrlər, bir dənə bilələnə dərman deyərəm. Deyərəm ki, bir dərman var. Bunu içsəz çox yaxşı olacaq. Bəli, biraz mühüm dərman deyilən, deyəm, əhneynim tabletkası. Biraz fikirləşər, deyəm, hər zat ki oldu, deyəm, əhneynim, inşallah düzələcək. Biraz Allaha təvəkkül elə, biraz işləri buraq ki, yəni hər zadı öz içivə salıb, hər zadı özünə çətinlətmə. Əhneynim kəlməsini deyil, o tabletka kimi sənə çox əsər eləyəcək. Bu stresdə olan adamlar və bəzən stresi özümüzə yaraldırıq. Bəzən özümüz yalancı şeyləri stres edirik, salırıq ürəyimizə. O belə dedi, bu cür dedi, o orada danış, dətmən məndən danışır. Ay, Cəmal, səndən nə işi var? Cəmal, sən başı usal öz işi gör və hər zadı söz eləmə. Bu adamlarda əlbəttə qanun psixoloji problem olur. Stresi kontrol eləməyi biz gərək öyrədək bu xəstələri. Nə cür oturub durmaq, nə cür duş almaq, nə cür idman eləmək, hansı idmanları eləmək. İdmanlar çox mühümdür ki, bu streç idmanları, dartılmalar və həmçinin bəzi yüngül idmanlar ki, bunlara biz keşişi deyirik. Yəni, açılsın bir bədən, bir qızışsın, qızışdırıcı idmanlar. Bunlar çox mühümdür. Bunun kənarında biz dərmanlar da veririk. Dərmanlarımız 3 cürə dərmandır demək. Bir ağrı kəsicilərdir ki, əlbəttə bunu veririk. Bu mazlardır, ağrı kəsicilərdir. Bunun kənarında fizioterapiya da çox yaxşı olur. Bir daha da ayrı dərmanlardan ki, biz bunlara veririk dedim. Nə olur onlarda? Serotonin əşaya yenir. Biz serotonini gərək bücür eləyək beyinlərində çoxalsın. Bəs dərmanları ki veririk, serotonini çoxaltmaq üçündür. Ayrı dərman ki veririk, yuxuların tənzimləmək üçündür. İstəyirik, yuxuda tənzim olsun bunda. Yuxu tənzim olur, serotonin çoxalır. Depressiyadan, serotonin çoxalsa adam depressiyadan çıxar. Doğrudur. Serotonin müxtəlif dərmanlar da var. Ad gətirmirəm, istəmirəm dərmanları, ad gətirəm, cəmaat götürər. Elə belə içər sabah problem gələr. Tənsiz təbii ola bilsin ki, heç onlara düşməyəcək. Bu dərmanlar depressiyanın da qabağını alar və ağlamaqlar və narahatçılıqların qabağını. O tərəfdən yuxunu tənzim edir. Bir həftə ki, bunların yuxuları tənzim olur. Bilmirsiniz, bunlar bir həftədən sonra nə qədir rahat gəlirlər, nə qədir ləzzət aparırlar zindican. Doktor, əllərin belə hər yerə həqiqətən yuxu tənzimə düşür. Relax vəziyyəti alırlar. Bəli, depressiyadan çıxır, stressdən çıxır. Bunun kənarında dərmanları da içir və sahalır. Görürük ki, 1 ay, 2 ayın ərzində bu xeyli yaxşılaşıb idmanlara tövsiyə edirik. İstəmirik çox dərman içsin, yavaş-yavaş dərmanları azaldırıq və yetiririk bir yerə ki də bu lifestyle-ın, o həyat tərzini dəyişməsini eləyə bilsin ki, öz nə deyirlər, həyatına davam edəsin. Lifestyle çox mühümdür, həyat tərzi çox mühümdür və bunda biz gərək çox. Onlar ki, kökəlirlər, kök adamlar bu xəstəliklərdə çox ola bilərlərində. Buna görə ki, köhlük özü eləyə bilər. Siqaret çəkmək, qabaqda da siqaret günüdür. Bu özü, bunlar hamısı yəni bir problemlardır ki, birbirini dalırsa olur və artırır bu ağrıları və narahatçılıqları.
Bir sözlü məməzlərim, mənə elə gəlir ki, həkim söylədiyi simptomlar bir çoxlarımızda var. Yəni bunu gizlətmək lazım deyil doktor. Çünki siz söylədikcə mən oturub fikirləşirəm öz-özümə ki, axı doktor dediyi simptomların 90%, 80% məndə misal üçün var. Mən də vaxtında yatıram. Saat 12-də yatıram, amma 8-in yarısı yuxudan durarkən sanki yorğun oluram. Elə bil ki, heç yatmamışam. O hamıda olur təbii ki. Bir sözlə üst tuturuq klinikaya. Ekranda görürsünüz telefon nömrələri. Mənim məzlərim zəng edin və Seyid doktorun qəbuluna yazılın. Mənə gəlir ki, doğrudan da bütün xəstəliklər məhz stressdəndir. Stressdən biz canımızı qutara bilsək, təbii ki, bizim orqanizmimizdə biz də sağlam olacağıq. Düzdürmü? Əsas budur. Çünki insan sağlam deyilsə, nə qədər mühiti gözəl olsa da, nə qədər gözəl işi olsa da, gözəl evi, gözəl maşını olsa da, amma sağlamlıq yoxdursa, düzdürmü? Əsəblər yerində deyilsə, onu insan sanki heç nəyi görmür və görmək istəmir. Stresi də bilirsiniz, stres çıxardır üzə də, immunitetə aşağı yendirir və xəstəliyi çıxardır üzə. Bir tərəfdən də, baxın, bir dənə mühüm nöqtə var. Həm çox varlı olmaq, çox pullu olmaq, çox maşın olmaq, çox filan olmaq, əsas deyil ki, həttəmən bu yaxşı olacaq, sağlam olacaq. Doğrudur. Düşüncə tərzidir. Elə adam var ki, mən minlər dəfə demişəm, cəhənnəmdə yaşaya bilər, amma özünə oranı behişt eləyə bilər. Elə adam ola bilər ki, bütün neymətlərin içində olsun, tüm baxışı pis küncüdən baxır, pis zaviyyədən baxır, elə eləyə bilər, oranı özünə cəhənnəm eləsin. Gözəl-gözəl dostları olsun, yaxşı işləri olsun, hər zadı cür olsun, amma heç sözbazlıq eləsin. Əlini çəkək bu işlərdən. Biraz rahatlaşaq, özümüzə xatir rahatlaşaq. Dünya bu cür gedir, biz istəsək özümüzü incidəcək, istəsək rahat yaşayacaq. Amma biraz rahat yaşamaq olur. Allaha təvəkkül etmək, Allaha inanmaq və onun kənarında işlərimizi düz qaydaya qoyub, düz yoluna salıb, ondan o tərəfə cəmaatdan təvəqqümüzdə azaltmaq, fikirlərim yaxşı cəmaatdır. Ondadır ki, təvəqqü azaldı, təvəkkül çoxaldı adam və baxışı fərq elədi. İstikanın dolusun görək. Həmişə mən bir dəfə bunu deydim, bu üçün çox mühüm sözdür. Əlbəttə bir verilişlərin birinə də mən ad getdim bir ay yerdə söhbət eləyəndə ki, oturursunuz, mən üçün Təbrizdə də o verilişə baxırlar, otururlar, ağlırlar. Gecə gündüz ağlırlar bu verilişin qabağında. Onu itirdim, o birisini tapdım, nədim filan elədim. Bu xəstələrə mənim tövsiyəm budur. Yaslara getməyin, deyim Məhəmməd doktor deyib, yasa getmək mənə qadağandır. Toya gedin, çox səsli yerində oturun üçün, səssiz əziyyət elə. Amma filmə baxsınız, komedi filmləri alın, baxın fəqət olaraq deyin, gülün. Vəssalam deyin, gülün. Ağlamalı bir şeylər. Az dərdimiz yoxdur, bir 10 nəfərində ayrı adamın dərdini çəkək. Əl çəkək bu işlərdən. Deyək, gülək. O komedi filmlər çox yaxşıdır. Amma ağlamalı filmlər bu xəstəliyi artacaq, stresləri artacaq. Mən bir cizgi filmlərə baxıram, bir də komediyalara baxıram. Ən yaxşı şey görürsünüz. Bir də ki... Çünki bilirəm ki, stres də onsuz da beynimiz yüklənir. Bir də müsbət baxış. Mən keçən bir verilişdə də dedim. Buradan durur, gedir məsələn Qəbəliyə, o gözəllikdə, ağaçlıq filan beyman. Elə bir bunu ekspert yollayıblar, məsələn zibillərə görə ekspert yollayıblar, səhiyyədən ötürü ekspert yollayıblar. Ay getdi orada bir sanihə olmuş deyil. O sanihədə ölərdi. Ölüb. Niyə ölməsin? Gərək öləydi. Sənin nə işin var? O getdi orada qazmışlar. Bu tərəfdə heç demir ağaçlıq. Orada nə gözəl ağaçlıq vardı, nə gözəl binalar tikiblər, nə gözəl istirahət mərkəzləri. O hər yerdə vardı, amma bilmirsən. Bəs mənfi şeylərə daha çox. Fəqət fikri mənfi şeylərdədir. Fəqət axtarır hər yerdən mənfiləri tapsın. Nə gözəllikdə maşındır, onun mənfisini tapsın. Dostları nə yaxçılıqda mənfisini tapsın. Ailəsi nə gözəllikdə mənfisini tapsın. Bu mənfilər yığışır, mənfi baxışlar. Bunda yavaş-yavaş stres, bunda yavaş-yavaş depresiya. Bu mənfi baxışlar heç kəsə zərər yetirməyəcək özümüzdən sonra. Bir sözlə Seyid doktor, stressdən, əsəbdən, kimsə bunlardan əziyyət çəkirsə, mütləq mən tövsiyə edirəm Təbriz Mehirə məhz sizə müraciət etsinə. Çünki siz gözəl baş həkimsiz, klinikanın baş həkimisiz, fizioterapevtsiniz, amma çox gözəl də psixoloqsuz. Bugün mən bunu özüm üçün icad elədim. Əlbəttə yox, mən psixoloq deyirəm. Yaxşı psixoloqlar var Azərbaycanda. Bizim də klinikamızda çox yaxşı psixoloqlar var. Çox gözəl psixoloji təsir edə bilirsiniz pasientlərə. Məhz bu da çox gözəl əlamətdir. Sağ olun, təşəkkür edirəm. Bizim klinikamında bu həftə yaxşı qonaqlarımız var ki, inşallah buyurub təşrif gətirəsiniz. Adlarını deyin. Doktor Şiva endokrinoloqdur, doktor Əbdullahi Fət revmatoloq cərrahdır, doktor Nəcəfi kardiocərrah və fleboloqdur, doktor Rizamand hematoloq onkoloq, doktor Həqqaqi infeksionist hepatoloqdur ki, bu həftə xidmətinizdə olacaq. Təbriz Mehri məzlərin müraciət edə bilərsiniz. Bizim verişlərimizi canlı vasitəli baxa bilməmisinizsə, eybi yox. İnternetlə baxın bizə. Favorit TV.az saytında bizə baxa bilərsiniz.
bilərsiniz və favorit-tv.com saytında. Hətta indi verilişə baxarkən verilişdə gördüyünüz, eşitdiyiniz, dinlədiyiniz həkimə sual da verə bilərsiniz. Məsələ bugünkü həkimimizə. Misal üçün Seyid həkimə sualınız olacaqsa, məhz internetdə verilişimiz çıxarkən öz suallarınızı yazıb ünvanlandıra bilərsiniz və Seyid doktor mütləq o suallara cavab verəcək. Belə bir gözəllik salonuna təşəkkür edirəm. Ustam Şəbnəmə, telefon nömrələri 012 440 95 16 28 Mollu üzbəyiz əziz xanımlar. Bu gözəllik salonu yerləşir. Mən Lalə Səndə sabaha qədər sağolaşıram. Unutmayın ki, sabahda 11:30-dan 12:30-a qədər maraqlı, gözəl mövzularla evlərinizin qonağı olacaq. Sağ olun da hər zaman çalışın, sağlam olun.